çox bəlalar gəldiyinə görə başımıza elə sakit dayanmaq yaxşıdır. Bəli, ürəkdə ağrılar olur. İndi biraz hardasa sərçinləşib. Uzun müddətdir səhnədən uzaq qalan müğənni Mirkamil Kamilov səhhəti ilə bağlı açıqlama verib. İfaçı bu barədə sosial şəbəkədə izləyicilərin suallarını cavablandırarkən danışıb. Ürək xəstəliyim çoxdan var idi, ağrılarım çox olurdu. O vaxt həkimə müraciət etmədim, düşündüm ki, öz-özünə keçər. Amma gördük ki, belə olmur. Məni Tehrana göndərdilər, orada əməliyyat olundum. Ondan sonra 10 il zülüm çəkdim. İndi də həyat zülümdür, asan heç nə yoxdur. Ürəyimdə ağrılar olur. Hazırda biraz sakitləşib. Qeyd edək ki, Mirkamil Kamilov xalq artisti Mələkxana Məyibovanın bacısı oğludur. Müğənni 2014-cü ildə ürəyindən əməliyyat olunub. O bu günlərdə